33 yaşdan əvvəl ailə qurmasına. Çünki insan dəyişir. Gah tarixi yaxşı tarix deyilsə, orada enerji itirəndə nəticədə biznes çökür. Adamın 100% qazanma şansı var, potensial olma qalmır. Biz göz yumlu gedirik. Biz həmişə göz yumlu gedirik. Biz göz yumlu gedirik. Ona görə problem yaşanır da. İndi elmlər var da. İndi əlimizdə bir xəritə var ki, mən necə eləyim ki, mən qazanım. Ən birinci istəkdir Fuad. İnsan istəməlidir. Sən uçmalısan, amma sən daşlar saxlayır qoymurcasan. Bu bütün daşlar keçmişdə baş verənlər. İnsanlar enerjinin idarəsini öyrənsələr, fikirləşdiyi şeylər başlayır anındaca olmaq. Hər rəqəmin, missiya rəqəminin özünün qazancı var. Danışdığımız, düşündüyümüz, yazdığımız və ehtimal etdiyimiz hər şey reallaşır. İlləri bilmir adam. Şəxsiyliyin necə vacib olduğunu anlamır. Səhvdirsə də zaten kainat onu düzəldəcək. Sən seç. Hamı pul dalıca qaçır. İndiki dövrün valyutası enerjidir. Əziz Hüseynov 1995-ci ildə Bakı şəhərində anadan olub. Təhsilini 264 saylı orta məktəbdə alıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə təhsilini davam etdirib. Peşəkar fəaliyyətində şəxsi inkişaf, insan potensialının açılması və suyu-çay sistemi üzrə koçluq istiqamətində çalışır. Bu sahədə müntəzəm təlimlər verib və fərdi inkişafla bağlı yüzlərlə insana dəstək olub. Suyu-çay Trening İnstitutunun Azərbaycan üzrə rəsmi təmsilçisidir. Yaradıcılığa xüsusi marağı var, teatr səhnəsinə çıxıb, fərdi yaradıcılıq layihələrində iştirak edib və film sənətinə böyük bir həvəsi var. Subaydır, bir övladı var. Əziz salam, xoş gəlmisən. Salam Fuad, xoş gördük. Əziz, bizim çox qəşəng bir tədbir keçdi. Həqiqətən möhtəşəm tədbir oldu. Sənin də çox gözəl çıxışın oldu, yəni qeyri-adi. Hamı əslində çox adamlar bizlə əlaqə saxlayırlar, eləyirlər bizim izləyicilər də. Yəni açığı sənin çıxışına xüsusi diqqət yetiriblər. Çox sağ olsunlar. Səncə hansı mövzular orada toxuna bilməlin? Vaxtın çatmalı. Forum ideal idi. Yəni təşkilat üçün sizə təşəkkür edirəm ki, elə bir şey təşkil etdiniz. Çox yaxşı idi. Eyni anda, yəni yüzlərlə insana fayda vermək sayılır bu. Yəni yüzlərlə insanın həyatına toxunmaq sayılır ki, siz başqa insanların həyatına toxunursunuz, avtomatik onlar uğurlu olur. Olan hamısının biz deyirdik əvvəl savabı yazılır, mən deyirəm enerjisi yazılır. Bu da hamısı sənə böyük fürsətlər, dəyərlər olaraq geri qayıdır. Çox yaxşı idi. Vaxtım çatmadı Fuad. Yəni açıqdır. Mən sənə əvvəldən dedim ki, Fuad, mən yarım saata salamlaşıram. Qoymadın, yarımçıq qaldı, amma yenə də yəni yaxşı idi. Teatrı çatdırdım, ən mono tamaşanı şeylədim. O da qəşəng çıxdı, maraqlı alındı. Daha da üstündə işləməliyəm düşünürəm. Biraz yəni kinonun təqdimatını elədiyi ölkədə ilk dəfə olacaq. Hətta deyərdim ki, dünyada ilk dəfədir rəqəmlərə uyğun olaraq bir film çəkilir. İnşallah dəqiq izləyicilərimiz də bilsin, il sonuna çıxacaq. Yəni zəif, cılız, qorxaq bir adamın atasından qalma kitabı tapandan sonra bir manipulatora çevrilir və burada doğum tarixlərini istifadə edəcək. Çox, yəni mən beynimdə olan yaradıcılığım fərqlidir. İdeal orada teaserında verdiyi necə olacaqdı. Çox peşəkar bir komanda ilə çalışıram. Yəni rejissorum çox peşəkardır, 10 ilin rejissorudur, aktyorlarım falan hamısı ideal gedir hal-hazırda, şükür Allaha. Kitab gəlir Fuad, yəni ki orada da göstərdim. Mara rəqəmlərin arxasında bir kitab gəlir. Yəni o kinoda atasından qalma kitab mən yazıram. Kitabı da qeyri-adilik, maraq qatmışam. Yəni indiyəcən olmayan bir kitabdır. Çox sirləri bölüşəcəm o kitabda hətta deyərdim. Düşünürəm ki, o da yəqin ki dekabrda qalladan sonra satışa başlayacaq inşallah. Çox qəşəng idi forma olaraq da. Yəni insanlar buraxmırdılar. Çox maraqlı keçdi, çox əla idi. İnşallah xeyirlisi. Biz videonun teaserini indi bu videonun altında qeyd eləyərik. Kim indi tədbirdə olmayanlar izləyə bilərlər. Həm də ki, çox böyük səbirsizliklə də kitabı gözləyirik açığı. Əziz, 33 yaşında bir çox insanlarda həyatında dəyişiklik olur. Mən özümdə də bir sahədə idim. Tamamilə özüm də başa düşmədən başqa bir sahəyə başladım keçməyə. Mən insan hansı ki mikrofon qabağında, yəni iki kəlmə kəsə bilməyən adam, keçmişəm mikrofonun arxasında cəmaatda müsahibə alıram.
arzu eləyirəm. Bu 33 yaşında insanda nə baş verir? Çox maraqlıdır. 33 yaşda biz Südçayda deyirik ki, missiya qüvvəyə minir. Hamı missiya deyəndə fikirləşir ki, həyat missiyamdır yəqin ki. Bəli, müəyyən qədər həyat missiyasına dair olan da şeylər də var. Mən bunu biraz fərqli açacağam. Nə baş verir? 22 yaşından başlayaraq, 22 yaşda hətta biraz da geri gedəcək. Uşaq 0 yaşdan 7 yaşa qədər ananın aurasında böyüyür. Yəni ana nə hiss eləyirsə, uşaq da onları hiss eləyir. Ananın inancları nədirsə, eyni şeylər uşağa hopur. Uşaq əgər 0-7 yaş arası xəstələnirsə, ananı müalicə eləmək lazımdır, uşağı yox. Deməli anada problem var. Ondan sonra 7 yaşdan 14 yaşa qədər uşaq ana və atanın aurasına keçir. Yəni ata və ananın inancları eyni anda başlayır uşağa hopmağa. Burada artıq ata faktoru var, atanın rolu var və bu başlayır təsir eləməyə. Əgər bu ərəfədə uşaq xəstələnərsə, deməli valideynlər arasında problem var. Buna həll eləmə, münaqişə var. Bunu öz aralarında çözməlidirlər ki, uşaq xəstələnməsin. Bir də burada nicah tarixi də var, amma buna qayıdarıq, bu sual yadda qalsın. Nicah tarixi çox təsir eləyir ki, o ailənin uğurlu olub olmayacağını. Yəni demirəm tam olaraq boşanma olur, amma o biri var ki, krizis üzərindən getsinlər, bir uğura heç çata bilmirlər, çətin olur 7 olanda tarix. Biri də var ki, rahat şəkildə uğura çatsınlar. Və bu ailədəki münasibətlərə enerji itirməsinə gətirib çıxardır. Həmişə, yəni mən həmişə biznes analiz eləyirəmsə, mütləq şəkildə biznes sahibkarının yoldaşı ilə münasibəti haqqında soruşuram, nicah tarixinə baxıram. Çünki nicah tarixi yaxşı tarix deyilsə və bunlar bir-biri ilə moralların savaşı gedirsə, orada enerji itirəndə nəticədə biznes çökür. Biznesin dağılma səbəbləri ailədən başlayacaq. Yəni bunu araşdırıram və sonra nə baş verir? 14 yaşda həddi buluğ, mən qüvvəyə minir. Mən başlayıram istəməyə. Sən şuur sayı 3 olaraq, doğum günü olaraq sən başlayırsan öyrənməyə və öyrətməyə. Artıq sənin egon bunu tələb eləyir. 14 yaşdan bu başlayır ta 33 yaşa qədər. 22 yaşdan etibarən bir maye onurğamızdan qalxmağa başlayır. Yəni tam beyin formalaşır deyirlər də. 33 yaşda o maye onurğaya çatır. Və artıq missiya qüvvəyə minir. Eyni anda iki enerji birdən aktivləşir. Həm missiya rəqəmimiz, həm sfera rəqəmimiz. Düzdür, sferaya bu gün toxunmayacağam çünki izləyicilərin başı qarışır onda. Missiya rəqəmindən bu gün yəni izah verərəm ən çox. İndi sən sual versən ki 33 yaş. Missiya bax gəldən açıqlayaq. Belə demirəm detallı, amma ən azından bir insanların bir təsəvvürü olsun. Bax, sən 33 yaşa qədər istəyirsən ki, analiz üzərindən hərəkət eləyəsən, analiz eləyib stoplayasan. Amma bu gün missiya 4, sən bütün analizlərin altında, qıfın elə bil sonunda hərəkətlərdə yazılıb haqq. Bütün analizin haqq üstündədir. Yəni sən əvvəlki analiz gücün dəyişib missiya 4-də haqqa. İzah edə bildim? Sən haqq tələb eləyirsən. Hərəkətlərdə 33 yaşdan sonra sözlərimiz, hərəkətlərimiz, ideyalarımız, mənim necə hərəkət eləyəcəyim bu missiyaya görədir. Missiya deyir ki, hər şey mən deyən kimi olacaq. Və bunu idarə eləmək asan deyil. Yəni bu missiya qüvvəyə minəndə bizim mübarizəmiz başlayır insanlara və özümüzə. Mübarizədə biz enerji itiririk. Amma insanlar bilmir ki, mən nədən mübarizə aparam, hardadır bu 90% itirdiyim enerji. Əhaliyə baxsaq, burada insanlar, yəni böyük bir qismi də davamlı olaraq nə edir? Davamlı olaraq puldan əziyyət çəkirlər. Yəni deyirəm mənim işim daşdan çıxır, alınmır, nə qədər də çalışıram, vuruşuram, özünü ora-bura çırpır adam, amma nəticə etibarilə gəlir axırda pulu az qalır, ya təzədən borca girir. Bu ayın başından o bir ayın başını saxlaya bilmir, doğrumu? Bax, məhz bu iş, yəni missiyadakı mübarizəni görüb tapmaq, insan bunu qəbul edir fərqindəliyinə, avtomatik olaraq onu qəbul eləyən kimi enerji açılır. Amma bunu hər kəs eləyəmir və ümumiyyətlə biz elə fikirləşirik ki, mən tələb eləyirəm, mən düz eləyirəm də. Mən yaxşı eləmişəm, o adamdan kin saxlayıram. O adam mənə qarşı haqsızlıq edir. Məsəl üçün, sən əgər bura olmasaydı, sən davamlı olaraq haqq üçün savaşıb münasibətləri kəsərdin. Yox, var. Amma burada inkişaf etdikcə, davamlı olaraq bizlər və bir çox mütəxəssislərlə görüşdükcə özünü inkişaf elətdirirsən və həmçinin kanal vasitəsilə izləyicilər də inkişaf elətdirir və bu icazə verir ki, sən münasibətləri kəsməyəsən. Bu icazə verir ki, indi biz analiz eləyirik də davamlı olaraq səndən. Mən sənə göstərim ki, sənin mübarizən nədədir. Bir də hər missiyanın, yəni missiya bu sözdür də, hər rəqəmin, missiya rəqəminin özünün qazancı var. Sən əgər doğru şeyləri eləmirsənsə, yəni öz missiyaya görə
doğru hərəkət eləmirsənsə, sənin həmişə qazancın gəlib 2.5% qalacaq. Bu arada mən missiya 4-ün missiyanın necə hesablandığını deyim insanlara. Çünki yəni misal üçün mən doğulmuşam 7-ci ay 1995-ci il. Doğum günü bizim şuur sayımızdır. Yəni bu bizim nə istəyirik, bunu açır. Yəni mən nə istəyirəm. Amma 33 yaş qüvvəyə minən kimi, yəni 33 yaş oldu. Bu arada 33 yaş olan kimi insan həmən dəyişmir. Tədricən dəyişirik. Yavaş-yavaş bizə yeni fikirlər gəlir ki, sən bunu belə eləməlisən. Mən tövsiyə edirəm ümumiyyətlə insanlar ya bir mütəxəssislə, yəni bir masterlə bir yerdə tanış olsunlar, eğlənəcək adamı analiz eləsinlər, ikisi bir yerdə ki, xasiyyətin 33 yaşdan sonra necə olacağını bilsinlər. Ya da 35-də ailə qursunlar. 33 yaşdan əvvəl ailə qurmasınlar. Çünki insan dəyişir. Yanında yatdığı adam dəyişir. Səhər deyir ki, sən əvvəl belə deyildin, sən əvvəl şuur sayı 2 idin, mənlə danışırdın, missiyası gedir olur 4, missiya 4-də ancaq hədəf dalayıca qaçır, fürsət dalayıca qaçır, buradakını görməməyə başlayır. Deyir, sən məni görmürsən, əziyyət çəkir adam. Bir sualım var burada. Sən ümumiyyətlə statistika ümumiyyətlə baxmasan, həmin yaşlarda boşanma daha çoxdur. 33 yaşdan sonradır. Boşanma çoxdur. 33 yaşdan sonradır, bəli. İnsanlar dözür bir yerə qədər, sonra dəyişir də. Hə, dəyişib deyə qəbul edir ki, əvvəl belə deyildi. İnsanların çoxunda əvvəl belə deyildi deyir. Bir də bu necə hesablanır? Missiyan deyək, bütün rəqəmləri tək-tək cəmləyirik. Yəni doğum tarixində olan bütün rəqəmləri 6 + 7 + 1 + 9 + 9 + 5 hər kəs öz doğum tarixini cəmləsin və burada sonda məndə eləyir 37. Bunu bir də cəmləyəndə olur 10. 0 sayılmır, eləyir 1. Yəni mən şuur sayı 6, missiya 1-əm. Bu nə deməkdir? Mən daim komfortumu istəyəcəm. Komforta iqtidar vasitəsilə getmək istəyəcəm. Komforta idarəçilik vasitəsilə getmək istəyəcəm. Mən komfortuma çatmaq üçün daim deyəcəm ki, sən bunu belə eləməlisən, bunu belə eləməlisən və mən deyənlər olmalıdır deyəcəm. Missiya 1-əm. Amma hələ 33 yaşım yoxdur. İndi 31 olur inşallah bu yaxınlarda. Ondan sonra 30-a doğru gedirik. Hə, heç də bir şey qalıb da elə bu podkast çəkdiyimiz gündən. Allahın izni ilə. Yəni 2 ilim var. 2 ilə qədər, yəni 33 yaşdan əvvəl matritsanı doldurmaq daha asandır. Və bu da çox önəmlidir. Mənim doğum tariximdə 2 yoxdur, doğum tariximdə analiz yoxdur, mənim doğum tariximdə hədəf qoyma yoxdur, 8 yoxdur. Bunları mənim doldurmaq üçün mənim enerjiyə ehtiyacım var. Çünki 33 yaş qüvvəyə minən kimi biz 70% enerjini itiririk və əlimizdə yalnız 30% enerji qalır və bu bizim 100%-imiz olur. Və yəni nə isə eləmək istəyirsən çətinləşir. Daha biri var ki, 1 ilə çatasan, biri var 5 ilə çatasan. İnsanlar deyir, hamı uğura nail olur. Hər kəs gec-tez cəsarətli olan hər kəs uğura nail olacaq. Şəxsi inkişafla məşğul olan hər kəs uğura nail olacaq. Amma bunu 1 ilə nail olmaq olarsa, sən 5 ilə olacaqsan. Çünki sənin doğum tarixində rəqəmlər çatmır. Bəs o insanlar var ya, məsəl üçün görsən ki, 30, 35, 36 yaşından sonra daha başlayır uğurlu olmağa. Doğru sahəyə düşür. 30% uğurlu olur. Hə, 30% uğurlu olur. Adam doğru sahəyə düşür. Bax, bizim bütün ən vacib olan şeylərimizdən biri missiyamıza görə doğru sahəyə düşməkdir. Ki, sən missiya 4 olaraq marketoloqsan. Bu arada 3 reallıq var. Var subyektiv reallıq. Yəni, bu reallıqda sən missiya 4-də görə həmişə haqq üçün savaşacaqsan. Sənin savaşın haqqdır. Sənə qarşı ədalətsizlik elədilər, sən deyəsən ki, mənə haqsızlıq elədilər. Və bu sənin hədəfə çevrilir, sən başlayırsan savaşmağa. Savaş verirsən. Yəni bu zaman enerji itirirsən. Bu subyektiv reallıqdır. Amma bunu dəyişib analizlə çıxanda, yəni elementar adam seans keçəndə məndən mən izah edirəm ki, necə obyektiv reallığa keçsinlər. Göstərirəm. Tam bunu keçirdə bilmirəm. Çünki bunu dəyişmək üçün 16 dərslik bir koçluq proqramı var ki, adam obyektiv reallığa çıxsın və ora tutunsun. Çünki biz hamımız subyektivdə yaşayırıq. Burada enerjini çox itirik. Obyektiv reallıqda sən marketoloqsan. Sən analitik marketoloqsan. Sən analiz edib yeni məhsul yarada bilərsən. Dünyaya yeni məhsullar gətirə bilərsən. Çünki missiya 4 buna icazə verir. Amma bunu eləyə bilmək üçün sənin sferan 7-dir. Sən sferaya çatmalısan. Sfera rəqəm biraz yenə beyni qatıramam. Missiya 4 həmişə sfera 7-dir. Sfera 7-nin yanında bax belə fərz elə ki, bura yuxarıda, biraz yuxarıda bir belə dəmir qapı var. Bunun üstünə bu tərəfə yazılıb disiplin. Bu bir tərəfə, yuxarı tərəfinə yazılıb mənəviyyat. Sənin enerjin düşən kimi
sən insandan üçüncü bir şey, mənəviyyat tələb eləməyə başlasan ki, yalan danışır, vicdansızdır, mənəviyyatsızdır. Enerji düşən kimi elə bil bu dəmir səni əzir, sən başlayırsan savaşa girməyə. Amma enerjin artanda, disiplini eləyəndə, hər gün hərbi rejim kimi bu saatda dur, bu saatda gəl, bu saatda bunu elə. Buna tutunsan, yeməyivə qədər saat dəqiqə ilə olsa, o qapı açılır, pul tökülməyə başlayır. O qapı açılır, sənə bu kainatda olmayan bilgilər gəlir. Maraqlıdır, yerə yoxlayım onu. Sən, biz müəllimimiz deyir ki, Janat Kaşamşarov, mən bilirdim ki, mən disiplində olsam və hər gün səhər 5:30-da durub gəzsəm mənə yeni bilgilər veriləcək. Janat Kaşamşarov da axı 1:4. Doğru mu? Strateji marketoloq sayılırdı o. Və adam 1:4-dür. Deyir, mən hər gün 2 il ərzində bir günü buraxmadan hər gün səhər 5:30-da durub gəzdim deyir. Və bizim plakatlarımız var, mən əvvəl göstərmişəm. Deyir, gəzirdim, gəlirdim ki, burada atdır, bunu çəkirdim. Burada filan şeydir, burada missiyadır, burada faytondur, bu ruhdur, bu. Onu başlayıb yaratmağa adam. Ki, o biri dünyadan çəkir hər şeyi. O biri dünya deyəndə hamı qorxur. Fərqli yəni, burada bu dünyada yaxı 4-ün başı yuxarıdadır, 30% sən şuur sayından götürürsən. Analitikanı söndürsən, məntiqi söndürsən çox rahat anılacaq. İşte məntiq gərək icazə vermə. İzah edə bildim və hər kəsin beləncə misal üçün missiya 4-ün qazancı 2.5%-dir. Sən marketoloqda olsan, obyektiv reallıqda olsan da yenə 2.5% qazanırsan. Yüksək obyektiv reallıqda isə sən həqiqi bilgilər ötürməyə başlamalısan. Sən həqiqi bilgilər ötürməyə başlayanda sən qazancın artır. Artıq sual yaranır. Nə qədər puldan 2.5%? Dünyadakı bütün pullardan mı 2.5%-dir bu? Missiya 4-də həmişə, yəni rəqəmlərin cəmi 4 olan şəxsdə həmişə qazanc 2.5% qalır. Əgər adam subyektiv reallıqda yaşayırsa 100% 2.5%. Yəni adam 1000 manatlıq iş görür. 1000 manat gəlir, ən axırda əlində qalır 25 manat. 1000 manatlıq enerji qoyur ora. Ən axırda qalır əlində 25 manat. Bu niyə belədir? Bax deyim. Biz subyektivə görə bölürük. Şuur sayı 3, yəni ayın 12-si, ayın 3-ü, 21-i və 30-u tarixində dünyaya gələn adam avtomatik olaraq subyektivdə insanları bölür. Nəyə? Ədalətli, ədalətsizə, ağıllılara və cahillərə. Əgər 2.5% əlində pul qalırsa, deməli sən subyektivdə fikirləşirsən ki, 97.5% insan ədalətsizdir. Sən subyektivdə fikirləşirsən ki, 97.5% insan ağıllı deyil, cahildilər. Mən yalnız ağıllılardan qazanacağam. Ona görə əlində 2.5% qalır. Yəni, biz həmişə subyektivdə bölürük. İnsanları bölməyi kommunikasiyanı kəsməyə gətirir, amma Allah kommunikasiyanı dəstəkləyir. Sən münasibətləri heç bir şəkildə kəsməmsən. Mənim yanıma bugün nə qədər insanlar gəlir, baxıram, anası ilə danışmır, atası ilə danışmır, qardaşı ilə, nə vaxtsa iş yoldaşı ilə aras dəyib danışmır, mənə qarşı deyir, haqsızlıq eləyib, ədalətsizlik eləyib, məntiqsizlik eləyib, mənə təşəkkür eləməyib. Hər rəqəm öz şeyindən danışır, öz mövqeyindən danışır. Və bunu həll eləyə bilmirlər deyə pul blokları yaranır. Və pul bloku niyə yaranır? Deyirlər də mənim pul blokum var. Nə qədər çabalayıram, nə qədər neynəsəm də, yenə də mənim pul blokum var. Necə eləyim ki, bunu açım? Birinci subyektivdə necə insanları bölürsənə baxmaq lazımdır. Sonra missiyaya görə sən nə işləməlisən? Necə eləməlisən ki, səndə pul qalsın? Bugün marketologu, marketingi, ideyaları sən tətbiq edəndə, ideya gəlir, belə eləyək. İdeya gəlir, bu momentdə axı sənin reallaşman gedir. Momentdə sən öz potensialını reallaşdırırsan. Bunun üstünə bir damcı da 3-ə görə öyrətmə qoyuruq. Sən müəllimsən axı, 3 öyrət nastavnikdir. Yəni mentordur, ona göstəriş verir ki, bunu belə elə, belə elə. Dayanır adamın yanında, uşaq kimi öyrədir o adamı. Bu zaman sən enerji alırsan, enerji puldur. Və hər rəqəmə görə bu belədir. Məsəl üçün, mən kino çəkilişinin setindəyəm, indi öz kinomuzda da. O ərəfə mən baxıram ki, yəni mən necə bir enerji alıram. Hətta danışıram, tüklərim biz olur mənim. O prosesdə, o ərəfədə, o kamerada. Bir də prodüseram deyə, mən elə bilirdim ki, rejissor hər şeyə qarışmalıdır da. Sən mən prodüser də hər şeyə qarışa bilir. Çünki sponsoru pulu mən təşkil edirəm deyə. Hamıya qarışa rejissor da deyə bilirəm ki, müəllim, bəlkə bunu biraz belə eləyək də. Hər şeyə qarışa bilirəm, mən reallaşıram orada. İzah edelim. Mənim reallaşmam baş verir. Bəs mən kinonu 2 gün əvvəl çəkdim, sonra sizin forumda mənim reallaşmam getdi, böyük məbləğ pul gəldi. İzah edə bildim. Yəni mən enerjini aldım oradan. Ona deyirəm ki, insanlar enerjinin idarəsini öyrənsələr, fikirləşdiyi şeylər başlayır anındaca olmağa.
və missiyaya görə doğru işləməyə başlasalar 33 yaşdan sonra. Əziz Sağlam Həyat kanalının izləyiciləri, bilirsiniz ki, kanalın ərsəyə gəlməsi, kanalın ayaqda qalması elə də asan bir iş deyil. Bu istər-istəməz böyük bir maliyyə tələb edir. Bunun üçün də bizim baş sponsorumuz olan AFN Transport və Rentakar şirkətinin rəhbərliyinə dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Qeyd etmək istəyirəm ki, Qafqazın ən böyük transport və rentakar şirkəti olan AFN Transport və Rentakar şirkətində 5 nəfərdən 55 nəfərə qədər 100-ə yaxın böyük avtobuslar var, hansı ki, burada 2026-cı ilin avtobusları da var. Həmçinin 100-ə yaxında balaca minik nəqliyyat vasitələri var, hansı ki, burada da istərsə sürücü ilə, istərsə sürücüsüz, siz nəqliyyat vasitələrinin icarəsini tam olaraq həyata keçirdə bilərsiniz. Nəqliyyat həllərinizi, nəqliyyat problemlərinizi tam olaraq AFN-ə həvalə etməklə getdiyiniz yolları daha asan və tez edə bilərsiniz. Yalnız nəqliyyat sifarişləriniz üçün bu nömrələrə zəng etməyiniz tələb olunur. Heç bir qonağımız üçün bu nömrələr aktiv deyil. Yalnız nəqliyyat problemlərinin həlli üçün, nəqliyyat sifarişləriniz üçün aşağıdakı nömrələrə zəng edə bilərsiniz. Əziz, bax, məsəl üçün, gəl bir-bir bizdən heç kim inciməsin də, bir-bir hamısı üstündən keçək missiyaların, yoxsa deyirlər sonra ki, hansısa missiyanı deməli, nəysə Mən qazancların demək istəyirəm, Fuad. Yəni missiyanın qazanc tərəflərini. Qazanc tərəflərini deyək ki, misal üçün, olsun da maraqlı bilsinlər ki, yəni qazancı niyə, misal üçün, nə qədər özləri də ötüsünlər bu arada. Misal üçün, missiya 1, yəni rəqəmlərin cəmməyi kimi missiya 1 olan adam, kimdə artıq 33 yaşı keçibsə, doğum tarixindəki bütün rəqəmlər cəmləyəndə 1 çıxırsa, bu adamların qazancı 30% qalır. Bu adamların əlində böyük məbləğ qalmır. Əllərində 30% qalır. Yəni Bolimeni yaxşıdır, indi digər rəqəmləri deyəcəm. 2.5%-dən baxın. 2.5%-dən yaxşı 4-dən başlamışıq da. 2.5%-dən amma 4 üçün, yəni qapı bilsən nədir? Mən həmişə sənə deyirəm, Fuad süd çayı oxu, ya həqiqi bilikləri tap, onu oxu, öyrən və bunu verməyə başla, Fuad. Sən görəcəksən ki, sənin qapıların necə açılır, yəni qazancın necə artır, çoxalır. Lap yuxarı levelə çıxırsan. Bunu mən boşuna demirəm. Çünki biz konspektdə yazmışıq ki, missiya 4-ün birbaşa yolu süd sayıdır. Niyə? Çünki həqiqi bilikləri ötürməyə başlayır, reallaşma edir. Reallaşma başlayır. Ola bilər ki, bu mənim bildiyim bir həqiqi bilikdir də, başqa həqiqi biliklər də var. Və sənin bir də öyrətməkdən xoşun gəlir. Biz səninlə danışanda, mən bir dənə telefon açım nəyisə deməyə, biz 1 saat danışırıq. Elə. Hə, və mənə də mən bilirəm ki, sən reallaşırsan. Həm də maraqlıdır danışdıqlarım, mən öyrənirəm. İzah edə bilir. Və sən bunu da qatsan işə, tam fərqli bir şeylər olacaq. İzah edə bilir. Missiya 1 nədir? 30%-dir. Bu adam missiya 1 idarə ediciliyə keçməlidir. Rəhbər olmalıdır. Bu zaman 30% qazanır. Amma necə çoxalda bilər? Bunun üçün mən gərək adamdan koçluq proqramı keçim. Ki, harda enerji itirdiyi tərəfləri göstərim. Necə eləyək ki, elə adamlar var ki, 30% belə qalmır. Elə adamlar var ki, baxın, bizim izləyicilərimiz olsun. Missiya 1-dir, amma 30% belə qalmır. Niyə? Missiya 1-dir ki, həmişə hər şey mən istəyən kimi olmalıdır. Və bununla bağlı savaşa girir. Savaş həmişə bu ilə bağlıdır ki, mənim istədiyim kimi ola bilməz həyat. Bunu anlamırıq. Bunun üçün mən açmaq üçün AIS diaqramları göstərirəm. Bir dəfə sizdən göstərmişdim. 1-dən 9-a qədər çəkirik. 4-də informasiya gəlir və proses necə baş verir beynimizin içindəki saniyələr içində. Biz necə qəbul edirik bunu. Amma bunu dəyişmək üçün bunun tam fərqli texnikaları var. Bir 4-5 texnika var ki, adam bunu yavaş-yavaş koçluqda istifadə edəndə yeni vərdişlər yaranır, köhnə inancları dağılır. Mən həmişə deyirəm də, bizim danışdığımız, düşündüyümüz, yazdığımız və ehtimal etdiyimiz hər şey reallaşır. Baxır nə qədər ehtimal eləyirsən. Bəzi insanlar var ki, yazırlar ki, mənim villam var, mənim villam var, mənim villam var və gözləntiyə girirlər ki, nə vaxt olacaq? Alınmır. Gözlənti dağıdır, olmur. İzah edə bildim. Missiya 1-dən hara gəlirəm? Missiya 1, yəni bu adam həmişə barmağı qabaqdadır. Bu belə olmalıdır, o elə olmalıdır. Mən baxıram, məndə elə missiya 1 deyil də. Sizdən əvvəl bir forum var idi, ora girdim, indi tələbələr idi də. Başladım hamı şey eləmək. Sən get bunu elə, sən get bunu elə, sən bunu elə. Hamı da mənə qulaq asmağa başladı niyəsə görə. Avtomatik olaraq. Bir gələndə danışanda avtomatik hamı onun dalıycan gedir. Missiya 1-dən söhbət edir. Və bütün hərəkətlərdə, mən indi bunun fərqinə varmışam, missiya 1-lərdə də var. Oturuq 5 nəfər dostumuzla danışmağa. Necəsə olur, söhbət yenə məndən danışırlar.
Necəsə fırladıram, söhbəti yenə gəlib məndən danışmalıdır, amma onda maraqlı olur. Məndən danışmayanda maraqlı deyil. Baxmayaraq ki, 33 yaş deyil, yaxınlaşıram, ara sıra bu fikirlər gəlir mənə. Missiya 1-lərin hamısında belə də bu arada. Missiya 1-lərdə həm də bir dənə xüsusiyyət var. Mən çox missiya 1 işlə əlaqəli çox görüşürəm də. Görürəm ki, çox qəribədirlər. Yəni həddindən artıq mən belə deyim də müsbətdə də mənfidə də olanları görürəm və hər ikisində görürəm ki, necə hegemonluğu əllərinə almaq və saxlamaq istəyirlər. Çünki bizim beynimizdə, missiya 1-in beynində bu var ki, mən iqtidar vasitəsilə, hökmranlıq vasitəsilə qalxa bilərəm ancaq. Ancaq. Amma çox qəşəng idarəçidirlər. Yox, çox qəşəng idarəçidirlər, bəli. Yəni bir əgər kompetent adamdırsa, sən onu, yəni işin bilirsən, onu gətirib normal yerə qoyanda bu adam başlayır doğru şəkildə idarə etməyə. Missiya 1. Missiya 2-də 20% qazancdır amma. Missiya 2. 20%. Missiya 2 qazanc 20% qalır. Yəni 1000 qoyanda 20% qalır əldə. Minlik enerji verir. 20% qalır. Bunun bir səbəbi dediyim kimi mübarizədir. Çünki həmişə anlaya bilmir deyə mübarizə aparır. Daxildə və xaricdə. Bunu necə düzəltmək lazımdır? Bu şey burada deyil. Yəni gərək mən adamdan seans keçim ki, başlasam ki, bu necə düzəlməlidir, necə görməlisən ümumiyyətlə bunu. İnsanlar heç bunu görmür. Necə birinci izləməlisən, müşahidə etməlisən, tapmalısan, görməlisən, sonra dəyişməlisən. Və harda reallaşır? Reallaşma edir mentorluqda. Missiya 2 sfera 3-dür. Pedaqoqdur bu adam. Aha. Bu adam coachdur. Elə. Hə, mənim yanıma 7 2-lər gəlib, yəni 7 telesni praktikdir. Yəni taktik olaraq adam əlləri ilə nəsə bir şeylər eləsin falan. Və 7-nin bir digər tərəfi nədir? 7-nin yüksək seksual enerjisi var. Və bunu öyrədə bilər. Xanım seks coachdur. Tamamilə sahəsindədir. Sürətlə böyüyür, inkişaf edir falan, yəni necə lazımdır. Biz koçluğu bitirəndən sonra şeyə də çıxmağa başladı artıq. Efirə falan və belə başladı böyüməyə. 7 seksual enerjidir, 2 coachdur. Özü istifadə etdiyi, yoxladığı hər şeyi öyrədə bilir. 2 yəni belə də mavindir, sənin yanında olmalıdır. Bütün komanda ilə sənlə onun arasında münasibətləri bərpa eləməlidir. Belə deyək də, birin mavini gedə bilər də o. Birin mavinidir. Bir çünki birbaşa işçilərindən danışanda qırığı qıracaq onları. Ki sən get bunu elə, oradan bir dənə 7 deyəcək, əyləmirəm. Sən kimə ərəzə deyirsən? 2 həm də diplomat kimidir. 2 diplomatdır. Bax, ucları o ostur uclarda, yəni şeyləri, iti ucları yumşaldır. Ki müəllim bunu bəlkə belə eləyək. Adam yavaş-yavaş istədiyini gətirir, çıxardır. Və bu yaxınlarda köməkçimi Şuur Say 2 götürmüşəm. Missiyada 2-dir. İndi mən bütün izləyicilər hamısı ona yazır Heydərə. Deməli, adam 2-dir. Şuur Say 2 münasibətdə reallaşır. Missiyaya da aiddir da, bu danışanda reallaşır. Həmçində bərbər çalışır. İndi mən bunu qoymuşam, bütün mesajlar ona gəlir. Hamıya bir cavab verir. Bərbər var axı, bir işi var. Pul hardansa gəlməlidir. Axı kanal var artıq. Bizə də kanal yaradıb. Müştərilər gəlməyə başlayır tez-tez. Deyir vaxtım yoxdur, çatdıra bilmirəm də. Burada reallaşır. Bu tərəfdən enerji artır və hamının doğum günləri belə reallaşması var. Yəni hamının bu doğum günündə indi mən missiyan danışıram. Amma doğum günündə belə reallaşma var. Adam var deyir mən nə etsəm də qazanmıram. Doğru şeyləri bilmir. Anlamır ki, nə etməlidir. O deyir özünü tanımır. İnsanlar özünü tanımır. Missiya 2, bir də missiya 2-də belə bir şey var. Münasibətləri mistik şəkildə itirir. Münasibətlər durduq yerə, misal üçün şey olan adam yoxa çıxır gedir hansısa bir ölkəyə. Adamdır, onunla əlaqəni kəsir niyəsə görə. Bu niyə belədir? Missiya 2 qorxusu var, münasibətləri itirməyə qorxusu. Missiya 2 münasibətləri, bir fürsətləri itirməkdən qorxur. Həmişə bütün gün fürsətlərə qaçır ki, hardansa fürsət gələcək. Fürsəti itirmək, zamanı itirməkdən də qorxur. Missiya 4, zamanı itirməkdən qorxur. Elə fikirləşir ki, azdır, vaxtı çatmıram, çatdırmıram. Var elə bir şey. Doğru mu? İndi gəlirik missiya 3-ə. Missiya 3 100%-dir. Bu arada 2 şey deyim də. Var ağıl proqramı, var dərrakə proqramı. Ağıl proqramında missiya 1, 2, 20, 30% və 20%-dir. Dərrakə proqramına keçəndə bu 100% olur onsuz da. Yəni bu artır. Dərrakə proqramını necə keçmək lazımdır, adam koçluqda öyrənir. Missiya 3 100%-dir. Ağıl proqramında da, dərrakədə də. Gəlir də 100%. Missiya 3 qazancı 100%-dir. Niyə? Missiya 3 hesablayır, xeyir olmayan yerə getmir. Elə. Hər şeyi qabaqcadan hesablayır. Bilir ki, burada xeyir var ya yox. Əgər bu gün izləyicilərimiz arasında missiya 3 olub,
qazancı yaxşı olmursa, deməli bu subyektivdə şuur sayında çox pul itirir, mütləq seansı yazılmalı. Minusdadır. Hə, minusdadır. Mütləq yazılmalıdır ki, bu tərəfi düzəldək ki, buradan artıq şey eləməyə başlasın. Yəni hamısının minusu da var, müsbət də. Yəni missiya 3 dediyim kimi, bax 3 rəqəm, 3 missiya 100% qazanır. 3, missiya 6 və missiya 8. Ha, onlardan mı Hə, bunların hamısı 100%-dir. Maraqlıdır. Hə, bu adamlar üçün birinci pul gəlir. Münasibətlər və fürsətlər sonradır. Birinci pul gəlir. Pulu götürəndən sonra baxırlar münasibəti bərpa eləsinlər, yoxsa fürsət dalıca qaçsınlar. Fürsətdən sonra münasibət fikirləşmir. Missiya 3 ən effektiv missiyadır. Bax, ən effektiv missiyadır. Missiya 3 əgər doğru, yəni zindədirsə, əgər doğru yerdədirsə, bu adamın analizi inanılmazdır. Sən ged analizə yanına, yəni təhlil üçün də biznesi olsun, fərqi yoxdur. Bu adam sənə hər şeyi belə göstərəcək ki, nə necədir. Ən effektiv missiya sayılır. Bütün missiyalar öz subyektivində obyektivdir. Öz subyektivində obyektivdir. Elə fikirləşirlər. Ha, Ki mən belə elə fikirləşirlər. Ha, Elə fikirləşirlər. Missiya 3 amma obyektiv düşünən tək missiyadır. Ən effektiv missiya sayılır. Amma yenə də deyirəm, missiya 3 olub indi şuur sayı o fərqli ola bilən adamlar var da, o qədərdir ki, nə qədər. Bu adam əgər yenə də o qazancı yoxdursa, deməli bu adama təcili seans lazımdır. Mən olmayım, getsin mütəxəssis yanına, fərqi yoxdur. Tapsın, başqa masterlərimizə müraciət eləsin. Azərbaycanda 40 masterimiz var. Müraciət eləsin ki, tapsın ki, bu şuur sayına görə nədə enerji itirir ki, mübarizəsi nədədir ki, bu adam bu gün enerjisi qalmır pulu. Adamın 100% qazanma şansı var, potensial olma qalmır. İndi tamamda missiya 4-ü bildi ki, neynəsən də 2.5-dir səndə. Sən daha bir rəvə getmə. Bunda 100% daxı. Missiya 6 100% daxı, missiya 8 100% daxı. Kim mən deyəndə ki, missiya 300% qazar, deyirəm ki, bunların heç nə ehtiyacı yoxdur. Elə deyil. Qazanmırlar onlar o 100%-i. Nəyin 100%-i məsələ var? Qazan, yəni enerjidən 100% götürür. Götürməlidir məntiqən. Enerjiləri düz işləyirsə götürür. Amma subyektiv doğum gününə görə ilişdiyi nöqtələr var, böyük şəkildə enerji itirdiyi tərəflər var və qazanamır. Missiya 4-də adda danışdım. Missiya 4 2.5%-dir. Bunu bildik. Yetər qədər Ennavolda danışdıq. Missiya 5, bura maraqlıdır. -1%. O necə olur? Missiya 5-də həmişə minusa düşür. Missiya 5 nə edir? Missiya 5 çox güclü logistika qura bilir. Yəni bir nöqtədən digər nöqtəyə bir məhsulu ən sürətli şəkildə necə çatdıra bilərəm bilir. Missiya 5 güclü birə-bir piştaxtanın arxasında dayanıb satış eləməyi bacaran adamdır. Əgər 30 yaş keçibsə. Ki biz bunu, mən bizneslərə analizə başlamışam Fuad. Yəni işçi kadrların hamısını çıxardıram, işçiləri çıxardıram və baxıram ki, kim hardadır. Satış meneceri kimi. Hə, tək ona baxma, hər şeyə baxıram. Rəhbər kimdir? Rəhbər necə davranır? Niyə bu işçi küsdü? Niyə getdi? Necə eləsinlər ki, işçini itirməsinlər? Rəhbər nə dərsin, təlimin almalıdır? Necə davranmalıdır o işçilərə qarşı? Hansı işçi marketinqdə olmalıdır? Hansı işçi satışda olmalıdır? Hansı işçi sistem analiz eləməlidir? Pulun başında kim olmalıdır? Kim pulu idarə eləməlidir? Və burada yalnız missiya deyil, subyektiv də. Yəni şuur sayıları da çox realdır, çox şey oynayır, yəni çox. İzah edə bildim. Dəhşət təsir eləyir də. Missiya 5 -1%-dir. Səbəb isə missiya 5 yox deyir təkliflərə. Mənim indi şəxsi ilim 5-dir. Çox maraqlı bir şey deyəcəm. Bizim hər birimizin şəxsi illərimiz var. Sənin bu dəqiqə şəxsi ilin 1-dir, səhv eləmirəmsə. Keçən 9-dan sınıq saxaq vəziyyətdə çıxdın. Bütün itkiləri verdin, doğrumu? 9 ilində itkilər olur. İtkilər. Bunu necə hesablamaq lazım olduğunu bizə yazsınlar. Biz inşallah deyərik necə olur bu şey. Və mənim bu il şəxsi ilim 5-dir. 5 ili girəndən etibarən bu il mənim bizə orada konspektdə yazılıb da ki, mən nə etməliyəm ki, bu il məndə uğurlu olsun. Fuad, 5 ilində hər şey hə demək lazımdır. Mənə hara dəvət eləyirlər? Hə deyirəm. Hara dəvət eləyirlər? Deyirəm, hə gedəyib, baxaq indi возможностьum da, yəni fürsət varsa dəyərləndirəcəm. Yəni bütün günü imkan daxil. Mən evdə yatıb deməyəcəm ki, evdə yatıram, ona görə getmirəm. Dəvət gəldisə mənə, mən deyirəm eləyək. Və indi bunu bilsən neyinəm? Misal üçün bayaqları bir səhər yeməyindəyik və orada da energetik çox güclü xanım var. Xəyli xanım. O mənə deyir ki, əziz, sənin müəyyən gücün var daxildə. Sən ezoterikanı da aça bilərsən özünə, amma bunu bağlamısan. Və sən deyir, buna yəni rəqəmləri bildikdə okey, yalnız deyir buna görə gəlməmsən.
Sən deyir bunu açmaq istəyirsənmi? Mən də 5 ilimdir axı deyirəm, hə? Hər şey bax o gün Hamıya hə deyirsən, hər o şeyə üçün. hə deyirəm. Nətəc deyir istəyirsənmi? Mən də fikirləşirəm, mən bilmirəm ezoterikanı açmaq, fərqli insanın üstündən həm enerjilər görmək, işıq görmək, bu mənə nə verəcəyini bilmirəm. Amma mənə bu deyilirsə, bu boşuna deyilmir. Və mən analizim həmişə şəxsi ilə uyğun olaraq getməlidir. Bizə orada bir xanım var idi, Leyla xanım. Deyir ki, Əziz mənə üçün bir 10 səhifəlik yazı verdi deyir. O vaxtı koçluq edirdim də, yazını verdim deyir. Qoydum ki, əşi pulsuz da baxaram da. Gəlir 7 ili. 7 ilin krizisdən keçəndə hər şey itirir. Deyir əz vermiş də qoy açım görüm oxuyum nə yazılıb. Orada da yazılıb 7 ilində ev satmaq olmaz, pulları fiks eləmək lazımdır, enerjini saxlamaq lazımdır, disiplində olmaq lazımdır. Deyir evimi satdım, pulumu itirdim hamısını. Pulları fiks eləmədim, yatırdım, dağıldı. Məsləhət var. Bir milyonluq məsləhətlər deyirəm mən buna. İlə uyğunlaşsan əgər, ilə uyğunlaşsan hər şey düzəlir. Şəxsi il. Bunu hesablayırsan və məndə 5-dir. Təklif edirlər ki, bir şəbəkə şirkəti var idi. Gəl bura bax. Bax da görüm nə olacaq. Mən deyirəm ki, yox da mən istəmirəm artıq bu bizneslə məşğul olum. Mənim öz yolum var filan. Təklif eləyən 5-5-dir. 5-in deyinən Allah danışır, Südsay deyir. Mənim şəxsi ilim 5 deyirəm, hə yaxşı gedim. Fuad o görüş mənə $2500 pul qazandırdı. Maraqlı. O görüş və belə çox şey oldu. Yəni bax bu il yəni hara hə deyib getmişəm, illa ki də bir şey gəl. Ad günə dəvətə, bu arada ad gün xidməti yaratmışam Fuad. Aha. İlk olaraq ad gün xidmət nədir? Məsəl Nə üçün sənin ad xidmətdir? günündür. Aha. Fərz eləyək və sən ad gün yığmısan, bir 15 nəfər yaxın dostların, ailələr falan ad gün keçirdirsən. Məni dəvət edirlər ora, yəni bir müğənni dəvət eləyir kimi də elə bir də belə müğənni oxumayacağam amma rəqəmləri analiz eləyəcəm. Məni dəvət edirlər ora. Və mən sənin analizini, sənin doğum tarixini analiz eləyirəm. Mən oradakıların suallarını doğum tarixlərinə uyğun olaraq cavablayıram. Bütün sualları aşağı-yuxarı cavablayıram. Deyirəm ki, necə bunu həll eləyə bilərlər. Şuur saylarını analiz edirəm, missiyanı analiz edirəm, matrisanı analiz edirəm və bir həm əyləncəli olur, bir 40 dəqiqə, 50 dəqiqə ərzində insanlar gülür, həm fərqindəlik yaşayır, həm də belə deyək də yalnız quru əyləncə olmur da. İnsanlar fərqindəliklə qayıdır ki, ay nə maraqlı oldu. Yəni yeni bir xidmətdir. Bunu bizdə masterlər fikirləşib, bir missiya 4 fikirləşib bu arada bunu ki, əgər adam doğum tarixindən danışırsa, elə ad günə padarka getsin də, niyə getməsin? Qəşəng hədiyyə olur. Çox belə yeni bir xidmətimdir. Yəni gedirik, qəşəng analizlər eləyir. Çox maraqlıdır. Yəni istəyən izləyicilər də mütləq ad günü olanlar da dəyərləndirsinlər. Əslində maraqlılar. Gələk, düşünürəm mən bu biraz Azərbaycanda yayılsa, yəni birazdan mən bütün ad günlərdə olacağam. Ad günlərdə yəni böyük məclislərə girmək şeydir, çünki çox adam olur. Böyük məclisi idarə etmək biraz çətin olur. Mən idarə eləyərəm, diqqətlə qulaq assalar, amma balaca məclislər üçün tam yəni idealdır. Yəni hər kəs analiz, hər kəs özünə nəsə götürür. Fərqində bəlkə birinin problemi varsa, orada da həll eləyirəm o problemi, izah edə bildim. Yəni mini seans kimi baş verir də bu ad günlərdə. Hardan hara gəlir ifad? Missiya 5 yox deyir deyə -1%-dir. Hə, yox deyir deyə. Yox deyir deyə -1%-dir. Daim razılaşmalıdır. Hər şeylə çalışmalıdır, razılaşsın. Razılaşa bilmir. Niyə? Mübarizə var. Sfera 9-dur. Məntiqi ardıcıllıq dağılır. Missiya 5 həmişə məntiqi ardıcıllıq olmalıdır da. Elə fikirləşir ki, hamı belə olmalıdır. Ha, elə də. İllüziyadır. İllüziyadır. Hamı belə olan məzə, hətta məntiq yoxdur. Sənin illüziyandır. O məntiq savaşı ilə bir də 5-də şuur 5-də kimi kin saxlayırlar. Kin saxlamaq olmaz. Kin saxlamaq xərçəngə gətirir. Elə. Kin saxlamaq xərçəngə. O misal yanıma bir seansa xanım gəldi. Dedi mən bəs bir qohumumu bağışlaya bilmirəm. Kin saxlayıram. Bir kəlmə dedim, kin xərçəngə gətirir. Xanım getdi və həmin adamdan üzr istədi ki, bağışla. Ki mənim başıma gəlməsin bu. Və demədi ya sən məni bağışla. Yəni mən səni bağışlayıram. Yox. Getdi üzr istədi. Ümumiyyətlə bu sən yəqin də daha yaxşı bilərsən də, yəni bu keçmişini saxlayanda o sənə qoymur qabağa getməyə, heç sürə qoymur yəni. Sən onu demirəm yəni kəsib atmalısan, amma həll eləməlisən onları. Mövzu belədir. Bax mən bura keçmişdi. Bura gələcəkdi. Bir çox adamlar mən indikini yaşamırlar, indi. Elə xoşbəxtlikdir ordadır. Bu günü yaşamırlar. Enerji düşən kimi, Fuad, enerji aşağı düşən kimi avtomatik olaraq ilişirlər keçmişə. Və gələcəyə ümidlə baxırlar ki, hər şey düzələcək. Hər şey yaxşı olacaq.
Biraz enerji düşdü, keçmişdə heyfslənmə başlayır. Kaş kilər yalanır. Və gələcəkdə birdən qorxular formalaşır, əl bağlanır. Birdən belə olar deyir. Birdən elə olmaz. Adam bu günü görmür, bu günü yaşamır, bu gün heyrətlənmir. Mən bu yanvarda getmişdim Bişkekə. Oradan Qırğızstana keçirdim. Elə bil bizdə qış yanvardır da. Bizdə elə qar yoxdur. Mən ora düşdüm, qar yağır. Fuad qara belə baxıram. Videoya düşüb ya. Elə heyrətləri balaca uşaq kimi. Bu Süd Sayın mənə verdiyi səbirdir. Və insanlara bunu anlamalıdır. İnsan səbirdə olmalıdır. Səbir eləməməlidir. Dözür çox adam. Səbirdə olmalıdır. Mən qəbul edirəm ki, bəli, bu nə gözəldir. Mənim 5 duyğu orqanım açıqdır. İndi mən çox deməyim. Seans keçənlərdə bu belə. Mən izah edirəm ki, necə 5 duyğu orqanı açılır, necə bu keçmişi kəsəsən, gələcəyə, okey, gələcək olanda baxarıq. Bu gündən yaşayasan. Bu gündən yaşa, nə var sən indi? Bu gün indi ilə yaşayasan, amma enerji düşəndə tıp ilişir keçmişə. Və keçmişdə ilişdiyi şeylər doğum günüdür, yəni şuur saydı və missiyaya görə mübarizədir. Mən bunları göstərirəm ki, qardaş, səndə bunlar var deyə tələb eləyirsən bunu. Bu sənin tələbin səhvdir. Nə səhvdir onu açıram. Bunu açan kimi keçmişdən xətti kəsir. Bu fərqindəlik yaşanda adam keçmişi kəsir. Əziz Sağlam Həyat kanalının izləyiciləri, bizim orta aylıq baxış statistikamızla rəqəmlərimiz heç də üst-üstə düşmür. Mən sizdən çox xahiş edirəm. Bizim kanalımıza abunə olaraq baxsanız, siz bizim kanalımızın inkişafına birbaşa dəstək göstərmiş olacaqsınız. Hələ biz üçün şərh bölməsində şərhlər yazsaz, bu ümumilikdə bizim baxdığımız bütün bu videoları, bizim yayımladığımız bütün bu videoların baxışına müsbət təsir göstərəcəksiniz. Ona görə də bizi sevdiyinizi aktiv şəkildə həm kanalımıza abunə olmaqla, həm də videoların altında şərh yazmaqla bildirsəz, çox sevinərik. Sizi sevirik, çox dəyərlisiniz. Bir dənə bax belə bir bir təlim var idi, mən orada iştirak edirdim. Orada nəsə dedilər ki, bu nəsə rəsm çəkilməlidir. Götürdük, çəkdik. Mən də belə güclü rəsm şeyim yoxdur. Sadəcə olaraq götürdüm, belə adamı çəkdim, bir dənə xət, 2 dənə ayaq, 2 dənə əl. Sonra götürdüm onun saçlarını nəsə belə bu tərəfə çəkdim. Bu tərəfdə belə bir qarşıya bir dənə ip çəkdim. Sanki ip çəkirdi artır, saçları da arxadadır. Sonra bir gün keçdi, növbəti gün gəlib baxanda belə baxdım ona, bu saçların üstündən belə xət çəkdim. Saçlar mənim orada simvolizə elədiyim, posta şuuraltının verdiyi mənə siqnal idi. Saçlar sanki keçmişdən bağlanırdı. İp isə hansı ki mən getmək istəyirəm gələcək, amma saç qoymurdu onu getməyə. Qoymur, bəli. O üstündən xət çəkilən şey sanki keçmişi keçmişi silə bilmirik, qəbul eləməliyik. Keçmişi silə bilmirik, qəbul eləməliyik keçmişi. Amma onu işləmək də çox vacib bir şeylərdən biridir. Ən önəmlidir. Çünki adam bu elə bir şey ki, sən uçmalısan, amma sən daşlar saxlayır qoymurcasan. Bu bütün daşlar keçmişdə baş verənlərdir. Və bunu doğum tarixinə, şuur sayına, missiyaya görə açanda ki, əslində sən nə edirsən, adam bunu görür, necə xəstələnirsən hətta bu keçmişlə. Adam bunu görür, düşür ki, mən indiyəcə 50 il düz yaşamamışam. Mən seanslarımda çox adam deyir ki, mən 50 il belə etmişəm, sən gəlib deyirsən ki, bu tərəf etməlisən. Yox, əziz, bir də məsələ var, məsələ deyim, bax, mən keçən dəfə bir Səmirəmsə Məhbub xanımla danışırdıq. Məndə bir situasiya var idi, hansı ki, həll olunmalı idi. Deməli, mən onu başladım həll eləməyə, hələ mən 30 yaşım var idi onda. Və mənim o məsələni həll eləməyim 3 ilm oldu. Halbuki bir dənə masterin yanında ya da nə bilim psixoloqun yanında, digər mütəxəssisin yanında. Tək eləyirdi. Yəni ki, o nə bir aylıq bir iş idi. Yaşamışdım. Tək insanlar üçün çox çətindir, eləyəməm. Mütləq mütəxəssis mən onu onda başa düşmüşəm, o nəyə görə lazımdır. Yəni mən bu seçdən çox adam da fikirləşir ki, mən nə edirəm də, yəni. Mən çox yaxşı başa düşürəm onları. Mən özüm keçmişəm o situasiyadan. Nə edirəm, mən özümü şey edə bilməm. Amma görsən ki, o trampolinləri keçmək üçün müəyyən bir şəxslər lazımdır. Elə ola bilər çöldən bir nəsə uşaq olsun, nəsə bir şey desin, o sən keçid edə bilərsən. Ən birinci istəkdir Fuad. İnsan istəməlidir. İnsan istəməlidir, uğurlu olmağı istəməlidir.
uğurlu olmağı istəməyə, yəni mən uğurlu olub çox pul qazanmağı istəyirəm deməyə başlayan kimi və bunu fikirləşməyə başlayan kimi həyatında başlayır hər şey alt üst olmağa. Niyə? Həyat səni bir silkələyir, boşluqları ortaya çıxardır ki, bunları düzəlt. Bunları düzəltmək üçün mən də əvvəl belə olmuşam. Yəni mən mütəxəssisə pul vermək istəməmişəm. Dedim mən aldadacaq mən nə deyə bu gedirəm mən onun yanına. Mən nə vaxt ki başladım özümə yatırım eləməyə, mütəxəssislərə pul verdim ki, bunları mənə dəyişdirsinlər. Təhsilə pul yatırdım. Südsaya təhsil deyən buna böyük məbləğ pullar yatırmışam və yatırmağa davam eləyirəm. Hara dəvət edirlər? Özünə yatırmısan da belə baxanda. Bütün bunları hamısı mənim özümə yatırımdır ki, mənim şuurum dəyişsin. Şəxsi inkişafa yatırılan məbləğ 10 qat sənə qayıdır. Bu çox önəmlidir. İnsanlar bunu anlamır. Elementar seansa verməyə pulu ki, var deyib bilsən ki, var da, yəni adam baxsan maşında imkanlar vardı. Prosta vermək istəmir ki, sən mənə verəcəksən. Amma sən illərdir ilişib qalan problemi, yəni orada 2 saatın içində həll yolunu göstərirəm mən. Mən çox da mən dedim, çox. Okay, missiya 6. 6-da qaldı. Missiya 6 100% qazanır. 100%. Missiya 6 100%. Yenə demişdim belə. Missiya 6-da da 100%-dir. Və missiya 6-da sfera 2-dir. Sfera 2-dir. Missiya 5-də sfera 9 idi. Missiya 6 sfera 2-dir. Sadəcə missiya 6 bir balaca missiya 6, bax mən təzə kəşf eləmişəm şuur sayı 6-yam da. Mənə nə qədər ki vazrajeniya gəlir, yəni misal üçün də satış eləmək satmışam, misal üçün adam negativlə qayıdır da tutalım üstümə. Və yaxud da başqa bir adamdan negativ şey eləyib bunu mənə də tökür. Mən bunu çox rahat şəkildə döndərə bilirəm. Missiya 6 da belədir. Missiya 6-nı negativlərlə işləməyə qoyursan satışda. Ki, yəni problemli müştərilərlə. Deyirəm problemi. Missiya 6-nı ora qoyursan onların hamısını həll eləyir. Problemli şöbəyə. Hə, problemli şöbəyə missiya 6 aparsan. Niyə missiya 6 komfort yaradır hamıya? Mübarizəsi komfortun dağılmasıdır. Missiya 6, şuur sayı 6-yam da mən. Xırda bir səs məni komfortdan çıxarda bilir. Elementar mən burnum tutuludursa mən seansı eləmirəm. Çalışıram ki, eləməyim. Çünki özüm diskomfort hiss eləyirəm. Eyni cürədə də missiya 6 belədir. Və missiya 6-da sfera 2-dir. Daim münasibətdə olmalıdır. Bu adam psixoloqdur, bu adam HR-dır. Bu adam servis yaratmağı bacarır. Missiya 6 sənə elə bir xidmət yaradar ki, özünü cənnətdə hiss eləyərsən. Amma adam səhv sahədə olanda anlamır bunu. Ki, mən neynəməliyəm? Başlayır dağılmağa. Məsələn, 9-6 rejimdə başlayır dağılmağa. Kimənlik deyil. Amma o rejimdə xidmət yaradırsa, insanlara servis göstərirsə, başlayır reallaşmağa. Amma yenə də missiya 6-lar var ki, yenə də o pulu qazanmırlar. Niyə? Subyektivdə enerji çox itirirlər. Doğum gündə enerji itirdiyi tərəflər var və bilmir ki, bu necə düzəltsin. İnsanlar bunu anlamır. Yenə də əgər izləyicilər 100% deyilsə qazancımız, mütəxəssis yanına gedin düzəldin 100% olmalıdır. Olmalıdır. İndi missiya 7 çox maraqlıdır. Missiya 7 minus 200%. Minus 200%. Missiya 7 minus 200%. Boşun bu borcluq olur da pastayanı. Bu missiya 7 bax belədir. Ya buradadır, ya ən dibdədir. Öz əmin hərəkətlər var missiya 7-də. Mən eləyərəm. Və istər yaradılış qanunlarına zidd gedir. İstər hansısa qanunlara zidd gedə bilər. Dövlət qanunlarına da ola bilər ki, mən eləyərəm deyir. Öz əmin hərəkətlər var. Öz əmin hərəkətlərə görə böyük krizə düşür. Bu adamlar olsa kriz menecerlərdir. Yəni krizdən o dəqiqə belə tıp-tıp çıxmağa bacaran adamlardır. Amma öz əmin oyunları biri ilə danışıram. Xanım deyir ki, bəs yoldaşın da elə 2 milyon borcu yarandı, sonra ayrıldılar. Yoldaşın 2 milyon borcu yarananda dedim ki, missiya 7-dir o yoldaş. Hesabladıq missiya 7 idi. İzah edə bildim. Bu adam niyə? Özü hardasa öz əmin analizsiz hərəkət edir. Mən eləyərəm deyir. Məndə alınar deyir. Öz subyektivindən götürür ki, məndə alınar. Amma biznes analitikası var ki, sən onu eləyəndə başa düşürsən ki, sən burada bu qədər enerji sərf eləyib. Ayın sonunda 3000 pul qazanarsan, misal üçün milyon qoyub 3000, nəyə lazımdır bu? Və riski var ki, batar. Adamlar bunu analiz eləyə bilmir. Bir riskdən əgər yaxınlaşırsa, riskdən bunlar onda elə çıxır ki, bu daha çox sahibkarı mənə bənzədir. Bəli. Sahibkarlara xüsusi lazımdır. Amma ki, belə baxanda 7-nin sən itirmək məsələsindəysən, yəni sahibkar da olur, həmişə şeydə olmur, plusda olmur, itirə də bilir, şey də eləyə bilir. Bax, biznesdə belədir.
Biznesdə adamın enerjisi, sənin biznesin çox qazanıb qazanmamı sənin enerjindən asılıdır. Sahibkardan asılıdır. Sahibkarın enerjisi çoxdursa, biznes yaxşıdır. Sahibkarın enerjisi düşürsə, müştəri azalır. İndi o enerjini nə tər qaldı? Sahibkarın enerjisi aşağı olursa, başlayır problem yaran, problemli müştərilər gəlir, bu adama problem yaradırlar. Misal üçün deyirəm də, hansısa bir həkim, diş həkimidir. Hər şey həmişə yaxşıdır, amma enerjisi düşür, ailədə problemləri var, enerji itirdiyi tərəflər, subyektiv şuur sayında, missiyada enerji itirdiyi tərəflər var. Enerji düşür, yanına bir adam gəlir və şəxsi 7 il olur, 9 il olur da, indi adamın fərqi yoxdur. O adam onun əlinin altında ölür. 7 ilində böyük bir krizdir. Bu adamın tuta bilərlər, pulu çıxa bilər. Hamısı illəri bilmir adam. Şəxsiliyin necə vacib olduğunu anlamır. Səfad, biz göz yumlu gedirik. Biz həmişə göz yumlu gedirik. Biz göz yumlu gedirik. Ona görə problem yaşanır da. Biz göz yumlu, indi elmlər var da. İndi əlimizdə bir xəritə var ki, mən necə eləyim ki, mən qazanım. Belə baxanda həmişə olub da, yəni açıqda, yəni kim görə, ilə görə nəsə şey. Lap əvvəllər olub. Lap əvvəllər. İndi öcə insanlar başlayır gözləri açılmağa, insanlar başlayır titreşim şey artıb, bax enerji artıb. İnsanlar başlayır ayılmağa, doğru hərəkət eləməyə. O deyir, zamanına görə yaşamaq. Zamanına görə yaşamaq bu kalendardır, qardaş. Təqvimdə həmçinin il var, şəxsi ay var, şəxsi gün var. Mən hər gün enerjimə uyğun olaraq yaşayıram. Mən bilirəm ki, və böyük bir risk aldım ha bu arada. 7 ayım idi. O da Heydər kolorist idi həmin vaxtlar. 7 ayında risk aldım. Mən eləyərəm dedim. Saçımı getdim, rəylətdim. Bilmirəm, burada video çəkmişdim ya yox. Və mən elə bilirdim ki, saçı rəylətmək prosta belə kraskanı çəkib yuyacaqlar, saç ağaracaq da. Qara saçı pigmentdən açılması, yəni yandırdılar saçı. 2 dəfə ard-arda yandırdılar. Yəni mənim orada saçımdan ola bilərdi. Mən bunu analiz eləmədim. Sonra başım yana-yana fikirləşdim ki, mən 7 ayımdayım, səhv elədim. Aha. Şükür Allah heç nə olmadı. Saçımı təzədən ya qayıt düzdür, biraz elə ağ başdan gəzdim. Ağ idi, sarı idi. Bütün rənglər oldu başımda. 7 ay daha çox diqqət çəkmək istəmişəm də, elə başa düşdüm necə və analizsiz hərəkət eləmişəm. Mən özüm bunu yaşaya başa düşürəm ki, burada bunu səhv elədim, burada bunu düz eləmədim. Elementar bax, anamın bu dəqiqə 9 ilidir, atamın 8 ilidir. Anamın bir balaca xəstə 9 ili itkilərlə keçə bilər. Sağlamlığa diqqətlə baxmaq lazımdır da. Anam bir kəlmə zəng edir ki, filan yer ağrıyır, deyirəm gedirsən həkimə. Deyirəm gedirsən həkimə, sən yəni nədirsə pulu mən verirəm, get həkimə bunu tam sağalt. Heç aran ağrımamalıdır. Bu il sonuna qədər. Ən azı il girəndən 9 il olanlarda da. Oktyabr, noyabra qədər bunu tam şeydə saxlamalı, sonra il gücünü itirir. Növbət il başlayır. Mən sənə bir şey deyim də, yanındadsa bizə verəndə sən vermisən onu. Mən sonra getmişəm, hansısa da bir tibb məsələlərin birindəyəm, analizi gözləyirəm, indi götürməyə. Birdən sən yadıma düşdün, girdim, baxdım, WhatsAppda göndərmişdin, açdım, belə baxdım, bir nə ilimdir belə. 9. Hələ onda hətta səni yığdım onda. Yığdım onda ki, bu 9 bu nədir belə? Sən başladın ki, bəs belə, bəs sağlamlıqla bağlı. Mən də baxdım, oturmuşam şeydə tüb müəssisəsində analiz verim. Dedim odada, bu qədər də yox da yəni. Çox dəqiqdir və adamlar bunu bilmirlər deyə xəstələnirlər. Adamlar bunu bilmir. Misal üçün 9 ildir adam dərmanını içmir, börək getdi. Bilir içilməlidir misal üçün bunu, börək atqaz verə bilir. Yəni bilir xəstəliyi var. 9 ildə həmişə hər şeyə nəzarət olmaz. Sağlamlığa nəzarət elədi. Qorxacaq bir şey yoxdur. Sadəcə sən sağlamlığı qorumalısan. Yeni biznesə başlama. Mən yanıma nə qədər adam gəlib, biznesə başlayıblar, hesablayıram, deyirəm 2023-də başlamısan, 9 il deyir, hə? 9 ildə biznesə başlamaq olmaz. 8 ilində kredit götürmək olmaz ki, biznesi böyüdəsən. 7 ilində ümumiyyətlə disiplində olmalısan, ancaq enerjini artırmalısan. 6 il uğurdu. Amma 6 ilini mənfidə keçirsənsə, xroniki xəstəlik yaranır. Çox maraqlıdır. 5 ilində adam şəxsi 5 ilində doğum tarixini uyğun çıxardırıq da biz bunu. 5 ilində hər şey hə deməlisən mən kimi. Mənfidə dava dalaş ola bilər. Maksimum hər şeylə razılaşıram Fuad. Mənə sərf eləməsə də dava olmaması üçün hə deyirəm. Hə deyirəm, yaxşı səndən razıyam, eybi yoxdur, qoy mən 50% uduzum. Problem deyil. 4 ilində transformasiyadır, bilgidir. Bizim yeni bir masterimiz var, getdi oxumağa. 4 ilinin 1 ayında getdi oxumağa. Qız idi. Mən 1 ilinin 4 ayında gedib süd çayı oxumuşdum. Çox maraqlıdır. Yəni 4 bilgi öyrənmədi, 4 məni transformasiya elədi tamamən.
tamamilə dəyişdirdi. Mən 4 ili hədəfi ilə də çox bizim bir trenerimiz gəldi. Mən hədəf qoymuşam ki, mən bu il necə pul qazanacağam, nələr eləyəcəm və sağlamlığımda problemlər yaranmağa başladı. Ayaqlarım ağrımağa başladı falan. Trenerimiz gəldi, deyirəm bəlkə bu mənim ad enerjimdir, bu mənə təsir. Axı mən disiplindəyəm, enerjim artıram. Niyə mən xəstələnirəm? Adım da 7-dir. Bu arada adın da təsiri var bu hamımıza. Çox güclü təsiri var özdə. Dedi, yox, onunla bağlı deyil. Sən hədəflərini səhv qoymusan. Sənin hədəfin ora yox, sağlamlığını birinci düzəltmək olmalıdır. O rəfələrdə dərmanlar var ki, içməliyəm, onları içmirdim. Hamısını düzəltdim, bərpa elədim, kofeni yığışdırdım, şəkəri yığışdırdım, südlü məhsul olmaz, nə bilim, dəniz məhsul olmaz. Hamısını yığışdırdım, dərmanları içməyə başladım. Fuad düzəldi. Bax, bir dənə məsləhət. İzah edə bildim. 3 il uğur ildə, analiz ildə azarta düşmək olmaz. Azart olmaz. Yəni 3 ilində, indi sənin 3 ilin gələcək də bir dənə biznes açırsan, tutur. Dalınca 3-ün birdən açdın, azartdır. Bu şey batacaq. Həmişə analizlə getmək lazımdır. 3 il uğurlu ildir, çox yaxşı ildir. Mənə xoşum gəlir. 2 il münasibətləri qonu vaxtı. 2 ilində, şəxsi 2 ilində insan münasibətlərdə, mənim 2 ayım idi, yenə münasibətlərdə depressiyadaydım. Nəyi seçim? Hansını seçim? Necə seçim? Yəni məndə bax, doğum tariximizdə olmayan rəqəmləri biz şəxsi ilində bərpa eləyə bilirik. Düzdür, bu koçluqda daha geniş açıram. Şəxsi ilində bərpa eləyə bilirik və adam matricasında olmayan rəqəmi həmin ilin enerjisini istifadə eləyərək bərpa eləyə bilir. Mən heç vaxt depressiyaya düşməmişəm, heç vaxt seçim arasında qalmamışam. 2 ilimin 2 ayı idi şəxsi, sentyabr ayına tuş gəlmişdi də. O ərəfədə mən bilmirdim, biznes seçim yoxsa süd çayı seçim. Təzyiq var idi, biznes seçim, bir biznes var idi, orada çalışırdım. Hələ 2 il əvvəldən söhbət edirəm də, sən indi 5 il, 3 il əvvəldən danışıram. Seçdim biznesi, bir dənə böyük təlim elədim, süd çayı bağladım. Ondan sonra nə baş verdi? Biznes 2 ay getdi. Sonra dayandı. Sonra televiziya başladı mənə dəvət eləməyə buradan və sizə gəldim, çıxış elədim, siz başladınız dəvət eləməyə və süd çayı böyüdü. Amma tərəddüddə qalanda enerji itirir adam. Nəticədə pul itirir. Nə isə seçməliyəm. Mən azyadım ki, 2 il idi, ayda mən depressiyadayım, sonra nə isə seçməliyəm, seçdim. Səhvdirsə də zaten kainat onu düzəldəcək. Sən seç, əsas. Bir ilində də sənin elində indi yeni bir şeylərə başlamalısan, 9 ilin strategiyasını qurmalısan ki, 9 il necə eləməlisən. Bu arada sizdə nicaha da baxaq, evliliyin neçə ilidir? O da var. Ki, ailədə hədəflər o ilə uyğun olaraq qoyulmalıdır. Həm sənin, həm evliliyin, həm də Aytan xanımın. Ki, siz neçə ilizdə hədəfləri düz qoyasınız ki, burada çarpışmayasınız və eyni anda bir yerdə edəsiniz. Bu arada inşallah bunu mən bu təqvim ayına ki, məndə əldədir, kalendardır. Yəni, sənin PDF şəkildə göndərirəm, izah edirəm. Sən gündəlik oxuyursan. Gələn ildən bu məndə proqramda olacaq inşallah. Yəni, sənə hər gün bildirim gələcək ki, bu gün şəxsi günün insanlar aylıq bir ödəniş eləyəcəklər minimal, ya da 6 aylıq, ya da 1 illik. Sənə proqramda günlük gələcək ki, bunu elə, bunu eləmə. Bizneslərə çox önəmlidir. Mən deyirəm, deməkdən boğazım cırılır. Yəni, doğru şəkildə, doğru tarixdə açdığın biznes uğurlu olur. Səhv açdığın biznes tarixdə açsan alınmır. Alınmır. Gəldi 7, 7 dediyi minus 200%-dir. Öz əmin hərəkətlər var. 7 yüksək disiplində olmalıdır. Missiya 8 həmişə 100%-dir. Yəni 3-6 kimi. Niyə missiya 8 həmişə 100%-dir? Çünki missiya 8-in vektoru puldır. Birinci puldur. Və missiya 8 material həyata nəzarət eləyir. Missiya 8 hərəkətlərdə, sözlərdə davamlı hamıya nəzarət eləyir. Elə bil başın üstə kamera qoyublar, şuur 8-ə bənzəyir. Amma bunu hərəkətdə eləyir. Yəni biri var, adam içəridə fikirləşsin bunu ki, mən ona nəzarət eləyim ya yox. Şuur 8. Bir də var ki, hərəkətdə zəng eləsin ki, görüm hardasan, kimdənsən. Başlayır nəzarət eləməyə. Və bu onun proqramıdır. Adam bundan çıxa bilmir. Eyni cürə də missiya 8-ə görə hamı işləməlidir. Heç kim boş qalmamalıdır. Amma missiya 8 keyfiyyətə nəzarət üzrə ustadır. Yəni missiya 8 istehsalatda olmalıdır, keyfiyyətə nəzarət eləməlidir və ən yaxşı bacardığı şeylərdən biridir. Bunu elədiyi zaman 100%-dir. Bunu eləmirsə 100% deyil. İndi tək bu deyil, təbii ki, başqa şeylər də var. Missiya 8-lər var ki, bacarıqlıdır, səsləri, qabiliyyətləri, əl qabiliyyətləri, müəyyən çox şeyləri var. Amma yenə də həmişə hərəkətlərdə hamıya nəzarət var. Və öz mübarizəsini başa düşmürsə enerji itirir. Əgər 100% deyirlərsə subyektivdə enerji itirirlər, şuur sayında enerji itirirlər deməli. Eyni cürə də başlayırlar maddiyyat azalmağa, qalmır əlində. Hər şeyə nəzarət eləmək istəyir.
Və gəlirik missiya 9-a. Missiya 9 ümumiyyətlə paranoya ola bilir. Yəni çünki emosiya çoxdur. Missiya 9 həmişə hamıya kömək eləmək istəyir. Qaçır kömək eləməyə. Bu adam hərbidə işləyə bilər. Bu adam tibbdə çalışa bilər. Yəni xidmət göstərə biləcəyi bütün yerlərdə çalışa bilər. Zəifin yanındadır, qaçır kömək eləməyə. Döyüşçüdür və missiya 9 rəqəmlərin cəmi 9 olan adam həmişə istəyir ki, rahat oturduğu yerdə pul qazansın. Heç nə eləməsin, rahat pul qazansın. Mənə yanıma bir xanım gəlir, şükür sayı ki, missiya 9-dur. 30.000 verib ki, kimsə buna iş görəcək, aylıq pul qazanacaq, yanıb. Batıb o pul. Sonra təzədən başqa bir adama yenə pul verib. Onun tarixində 8 yoxdur deyə təcrübə yoxdur. Həyatda təcrübə yoxdur, eyni səhvləri təkrarlayır. 3 yoxdur, analiz edə bilmir. Təzədən başqa adama bir 20.000 verib ki, bununla işləsin. Bu da o pulu atıb ona. Nəticə etibarilə bu gün xanımın 60.000 yaxın borcu var kreditdən bir yerdə. Niyə missiya 9 istəyir ki, otursun, heç nə eləməsin, pul qazansın. Ona görə missiya 9-un qazancı 1%-dən 100%-ə qədər oynayır. Yəni 1% də ola bilər emosionallığa görə, 100% də ola bilər emosiya olmadığına görə. Analizi öyrənsə missiya 9, bu çox çətindir missiya 9 üçün, koçluqda bilir ki, bu nədir. Analizi öyrənsə, onda hər nəsə eləyəcək. Analizsiz çətindir missiya 9-a. Yəni hərəkətlərdə həmişə qalib gəlmək olacaq. Elementar missiya 9 yol gedir, maşınla heç kim onu keçməməlidir. Yanında kimsə yazanda ondan qabaqda etməlidir, həmişə qalib olmaq istəyəcək. Və bu nəticə etibarilə bu subyektivdir. Subyektivdə oluruqsa biz enerji itirik. Subyektiv reallıqda biz enerji itirik. Davamlı olaraq həmişə. Bizim işimiz, yəni pul dalıca qaçmaq deyil, hamı pul dalıca qaçır. Bizim işimiz bax indiki dövrün valyutası enerjidir. Bizim işimiz enerjinin bərpasıdır. O titrəşimi artırmaqdır. Biz bunu artıranda fürsət də gəlir, lazım olan adamlar da. Mən kinonu çəkirəm, baxıram ki, elə bil Allah hər şey düzdür mənim ətrafıma. Rejissoru, aktyoru, bizim film akademiyamız, Azərbaycan Film Akademiyası oradadır, bütün texnika ilə dəstəkdir. Mənim yanıma süni intellekt mütəxəssisi bir dənə çıxartdı ki, bunun vasitəsilə bir çox şeylərə eləyirəm, proqram falan. Hər şey düzdür ətrafıma. Və lazım olan adamları da göndərir. Ki, bunu da elə, bu da olsun. Yəni, bu enerji ilə məşğul ol. Yəni, enerjidir hamısı. Mən özüm hər şey istifadə eləyirəm bugün. Eləməsəm mənim ətrafımda bu olmaz. Özüm anlamışam və bunu ötürə bilirəm insanlara ki, insanlar da buna yesinlər, biraz həyatları dəyişsin, biraz daha yaxşı yaşamağa başlasınlar ki, ölkənin rifah səviyyəsi artsın. İnşallah, inşallah arzulayaq ki, həqiqətən belə olsun, həqiqətən hər birimiz bir damcı da olsa, nəsə bir şey veririk də, töhfəmizi veririk. Təşəkkür edirəm gəldiyi üçün. Sağ ol Ayfar. Həqiqətən çox maraqlı oldu. İnşallah insanlar da faydalanırlar, fikirlərini bildirsinlər. Mütləq aşağı yazsınlar. Yazsınlar ümumiyyətlə, missiyalarını hesablaya bilirlərmi, missiyaları nədir, heç olmasa rəqəmləri yazsınlar, biz də bilək, görək. Sizdə suallarınız varsa yazın. İllərin hesablanmasını verə bilmirik, ancaq masterlə mümkündür. Yazarlar. Həm qəlizdir, həm şeydir. Mənə yazarlar inşallah. Cavablayarıq Allahın izni ilə. Heç bir problem yoxdur. Təşəkkür edirəm, çox sağ ol. Təşəkkürlər Fuad. Sağ ol.